Ne için gelmişsiniz? Oğlumun ciğerini öldürüp ona göre kaldım. Necə? Oğlumun ciğerini öldürüp yattığı Oo, necə rahat deyirsiniz. Oğlumu gəlinimi öldürüb. Ben ağarım, qadınayım, xoş qədəm xanım. Sən deyib Gəlin, gəlmişəm, bu qurbanın oğlunuz olum. nətər, yəni nətər bu oğlu öldürübdü? Gəlin nə ilə öldürüb oğlunuzu? Kilis kəndiri boğazına salıb, alıp. Oğlunuz o qədər zəif idimi ki, gəlin onun boğazına kəndir saldı? Yorunun halda yazığı. Ay xanım, siz bir qadın, bir kişi nə qədər yorğun olarsa da, kişi kişidir, güclüdür. Bu kişini nətər... Akşamdan davaları getdi. Axşamdan davaları düşür. Saat 3-ə kimi davaları getdi. Siz hardan bilirsiniz ki, gecə 3-ə qədər dava ediblər? İşlərdin də, bir gözündə olar yatır, bir gözündə də biz yatırıq. Bəli. Durdum getdim dedim, oğul qadın alayım, yorunuksan atam, yetişir, Niyə dava edirdilər anacan? Deyiləsi döydə, indi nə deyim, xoş qədəm. Hə, yox, deyiləsi olmayan sözləri demə. Deyiləsi döyüyor, xəlbətsə özünə dəyər. Yaxşı, neysə, dava düşdü, gecə 3-də getdin yanına, oğlun nə dedi? Oğluma dedim ki, get yat, yorunuksan. Ot biçmişdi, pres bağlatmışdı, onu daşıyırdı. Saat 7'ye kimi. 7'den sonra dedim ağza gelin, ayıptı, qaynatlarla ayıptı, o sözləri sən danışmağa. Sana ayıp olsun, oradan bura 10 çömür gəlibsən, bala, dolanmağa gəlibsən. Yox, heç sən mənə ölüm hadisəsini denən, sonra çıxdın, getdin otağına, nə baş verdi? Çıxdım, getdim, adam saat 3'dü. Nə tərilədiz, xoş qədəm xanım. Məni yoxu tutdu, yoxu yatman adamı yoxu tutdu. O vaxtda indi az yatdım, çox yatdım bilmərəm. Məni çağırdı ki, oğlum kravatdan özünü asıb, axala, qımıldan dur buraya. Dedim, az nətər, ona deməkdə oğlum kravatdan özünü asıb deyinə. Durdum, yürəndə gördüm ki, bax beləcə, qollar yanında, qıçalar uzaqlı, kravatın başındaca beləcə oturum. Səhər saat neçədə? Saat 4'də qalmışdı. 3'də sən gəlmirsən yanına, bir saat sonra oğlanı elə bağlı mı gördün? Hə, saat 4'də qalmışdı. İşte gəldim, bax, o gündə gördüm. Kimin təhqir eləmirəm. Mən eləcə oğlumun bu halda gördüyümü şey eləyirəm ki... Hə, gördün oğlunu ki, uzanıb yer. Xoş qədəm xanım. Arı kim olub, heç kim olub. Bəs demədi gəlin ki, bu oğlan niyə bu vəziyyətdə? Deyirəm, niyə bu vəziyyətdədir, bunu niyə elədin? Deyir ki, öz-özünü elədi. Ay qız, bu öz-özünü elədi. Niyə çağırmadın məni? Niyə? Hə də, əgər bu oğlan